Yəni bu torpaqlarda yaşayan insanlar, bu torpaqlarda yaşayan insanlar daima ölkəsinə, xalqına, millətinə, dininə, Borçalıda yaşayanlardan söhbət gedir. Həmişə sadiq olubdur. Heç vaxt bunlar nə dininə zərər gətiribdir orada, nə xalqına zədəyir, nə də yaşadığı dövlətin, dövlətçiliyinə, milli məsələlər 89-cu il hadisələri yadımızdadır. Orayı araya qatanlar bir məlum oldu. Niyə? 88-ci ildə Sumqayıtdakı hadisələr məlum oldu ki, bunlar kimlər tərəfindən başlanıb? Orada da bu cür barmaqların tərəfindən olur. Siz təsəvvür edin ki, oradakılar deyildi, qaçsın Azərbaycana gəlsinlər. Hətta qaçanlar olubdur. Rustav şəhər bizim bölümümüzdədir. Oradakılar da yazıqlar qaçıb Qərbi Gürcistana gedib ki, Azərbaycanlılar bizi qıracaq. Gör, nə tər arayı qatırdılar. Amma bu gün... Şükür ki, o mərhələ keçibdir artıq. Yox, onlar o süni sürətdə olanların ondan əmələ gələn deyildi. Bunlar olmazdı. Bizim qarşı ailələrimiz var. Bizlə Gürcülərin ortaq mədəniyyətimiz var. İstər yeməyimizdə, istər şəxs adlarında, istər dilimizdəki sözlərdə. Bugün bizim dilimizdən, türk dilindən, ərəb dilindən, fars dilindən, hansı ki, bugün də biz istifadə edirik, Gürcü dilində bunların sayı yüzlərlə yox, minlərlədir. Bunlar bu nəyə göstərir? Niyə Almanlarda bizim sözləri yoxdur? Deyək ki, niyə o millətlərdə bizim yoxdur? Yəni bizim, bəli, iç-içə yox, bir-birimizin içərimizdə yaşamışıq. Yenə də təkrar edirəm, bizim o qədər qarışıq ailələr var. O qədər qarışıq ailələr var. Və bu bir-birinə hörmətdir. Bugün Gürcistanda yaşayan Azərbaycanlıların toyunda, düyündə, indi biz iştirak edirik, yaxud da xeyrində, şəhərində çoxlu sayda Gürcülər iştirak edirlər. Və onlar da bizim o adət ənənələrimizə çox sayğıyla yanaşır. Elə də bizimkilər. Əgər biz onlarla düşman olsaydıq, əgər onlar bizi görmək istəməsəydi, ola bilməzdi. Bugün bizim inteqrasiya məsələmiz var. İnteqrasiya məsələsini çox sürətlə inkişaf elədi. Onlar tez-tez, mən də başa salırdım ki, bu bizim millətin günahı deyil. Ona görə günahı deyil ki, biz şəxsən mən 1-ci sinifdə oxuyanda, biz 4-cü sinifdən həftədə 1 saat Gürcü dərsi keçirdik. 2-ci sinifdən isə həftədə 5 saat Rus dili dərsi keçirdik. Bu kimin günahı? Bizim kənddə bir Rus yaşamırdı. Yaxşı, Rusun dilini öyrənməkdən ötürü məktəbdə 5 saat keçirdin, Gürcü dili, onda müəllimlər gəlmirdi. Maraqlı deyildilər hər halda. Ya bu dövlətin özünün günahıydı. Amma sağ olsun dövlət, Gürcistan dövləti. Amma indi inteqrasiyadan danışa bilərik. Bəli. Elə bu buradan ondan irəli gəlir ki, bir əksinə Rus dili 99% məktəblər yoxdur, dərslər də çox cüzidir, amma Gürcü dil dərsi həm 1-ci sinifdən, həm hazırlıq o siniflərdən başladığına görə və həftədə sayı çox olduğuna görə Gürcü dil dərsləri artıq bizim uşaqlar, gənc nəsil çox sürətlə mənimsəyirlər. Gürcü dili çox sürətlə mənimsəyirlər və bunun nəticəsində görürük, bugün minlərlə tələbə Gürcü universitetlərində Gürcü dilində təhsil alır. Bizim bugün yüzlərlə gəncimiz həkim işləyir, o proqramçı işləyir, filan işləyir. Gürcüstanda, Tiflisdə, yəni sərbəst sürətdə bunlar işləyirlər. Amma bunların bir şeydə bunu çox sürətlə inteqrasiya eləməyin müəyyən qədər o mənfi təsirlər də olacaqdır. Mənfi təsirlər nədir? Mən çox demirəm. Məsələn, nə kimi? Aysə ol. Uşaq, 6 yaşında uşaq başlayır Gürcü dilini öyrənməyə. Məktəbə gedir Gürcü məktəbinə. Hətta uşaq bağçasına da deyəsən. Uşaq bağçasına da, bəli, Gürcü dilinə. Çünki biz özümüz maraqlıyıq ki, uşaq öyrənsin. Çünki o milli dövlətdə yaşayan, milli dili bilmirsə də o kimə lazım? Azərbaycanda yaşayan, Azərbaycan dili bilməyən sınıfı kimə lazımdır? Bunların bir problemi əmələ gələcək və bunun qarşısını almaq lazımdır. Uşaq əgər gedib Gürcü dilinə bağçaya gedir, məktəbə gedir, universiteti qutarır və bugün siz ziyalı gəlib orada soruşsanız ki, avala, iki Azərbaycan nağılının adını deyil. Mən demirəm nağılı. Uşaq deyir, nağıl nədir? Desən ki, Məlik Məmməd kimdir? Bilmir. Desən ki, dilimizdə bir şeydir, bir bayat, deyir ki, bayatı nədir falan. Ya bununla biz inteqrasiya eləməklə milliliyimizi də... Assimilyasiya gedəcək deyirsiniz. Bəli, bax, bunun bu təhlükəsi var. Ona görə də bizim bundan çıxış yolu işləyən bizim layihələrimiz olmalıdır. Yəni biz həm də milliliyimizi qorumalıyıq orada. İnteqrasiya eləmək o deyil ki,
Biz milliliyimizi, kimliyimizi, milli şuurumuzu demək biz yox eləyirik. Milli şuur, artıq o, biz axı, bax fikir verin, hər bir Azərbaycanlı rus dilini bilir. Rusça danışanda o əvvəlcə Azərbaycan da düşünür, sonra Rusça danışır. Əgər sən tam bunları gürcü dilə bilsən, bax indi bizim kuzey tərəfdə, Tiflisdən kuzeydə yaşayan bizim soydaşlarımız var. Onlarla söhbət eləyəndə onlar gürcücə düşünür, sonra Azərbaycanla danışırlar. Və hətta onlarda içərdə belə bir söz var, zarafat yana deyəm bir sözü deyir, çünki Kartuli Enevani Azərbaycan ili vardır. Biz gürcü dilli Azərbaycanlarıyıq. Ged onlarda çox nadir hallar içində ziyalılar var, milli vətənpərvər olanlar var. Onlardan soruş denən ki, bizim tarix özü oxumalıdır. İndi milli dövlət icazə vermir Azərbaycan tarixini, burada da Gürcistan tarixini icazə vermirlər. Orada soruş denən ki, bizim bir ədəbiyyatımızda bir Nizami Gəncəvinin, Məhəmməd Füzuli bir əsərinin adını deyil. Adını deyiləcəm. Mən demirəm məzmununu falan. Bunlar bilmirlər. Bəs onda Mahmud, Azərbaycan bunu nə eləməlidir? Azərbaycan hansı addımlar atmalıdır? Yox, biz sürətlə inteqrasiyaya gözləntiləriniz nədən ibarət Azərbaycanda? Yox, indi bunu təklər mən yox, bunun da layihələri olmalıdır. Niyə inteqrasiya eləmək üçün nə qədər layihələr, dövlət proqramları hazırlandı, çoxlu maddi xərclər oldu. Onda biz deməli öz milli kimliyimizdən də uzaqlaşırıq, belə çıxır. Onda belə çıxır ki, mədəniyyət layihələrini biz daha çoxaltmalıyıq. Bəli, verməliyik. Biz onda nə edəyik onda? Biz onu yaxşı, biz folklorumuzu bilməsin. Dilimizi bilməsin. Dilimizin incəliklərini, həm deyirik ki, Azərbaycan dilinin zənginliklərini biz unutmayaq, ondan istifadə edək, həm də o soruşduğun şeyə o uşaq cavab verə bilməyəndə onda nə oldu ki onda? Deməli, biz onda səhv yola gedirik ki, belə çıxır ki, səhvə yol verir. Yox. Niyə Avropada bazar günü məktəblər açırlar? Amma bizdə sürətlə nə açırlar? Gürcü dili, onsuz da öyrənir bu. Qardaş, gürcü dilini bilmirsən, sana vəzifə yoxdur. Çox doğrudur. Mən bilmirəm, sana mən dövlətdən nə deyər ki, dilimi öyrən, gəlib sana vəzifə verim. Bilmirsən, sana niyə vəzifə verilməlisən? Çox doğrudur. Gürcistan dövləti doğru qərar qəbul edir. Ona görə də, mənə belə gəlir ki, bununla paralel olaraq, gürcü dili paralel olmaqla, bunlara layihələr hazırlanmalıdır ki, milli kimliklərini unutmasınlar. Bax, milli kimlik yaddan çıxmasın. Milli kimliyi, bax, fəlakət onda başlayır. Onda başlayır ki, artıq sənin o beynin yuyulubdur. Təzədən sənin beynin kompüterləşdirmək, təzədən sənin beyninə milliliyi yeyindirmək çətin ola bilər bunu. Neçə illər ki, biz gürcü dilindən aralı qaldıq, gördünüz fəlakətimizdə nə oldu? İndi də, bax, bu yarada bilər. Bax, bunun təhlükəsi budur. Amma yenə deyirəm, mən təqdirə layiq hesab edirəm. Çox gözəl, mən müsbət hal kimi qəbul edirəm ki, bizim gənclərimiz bugün gürcü dilini çox gözəl, hətta gürcü dilində bədii əsərlər, şeir yazan var artıq. Biz vaxtilə bir adam tapa bilmirik, sinxron tərcüməçi ki, gəlsin. Amma bugün yüzlərlə sinxron tərcüməçimiz var bizim. Bu tərcüməçilər bizə lazımdır. Çünki buradan nümayəndələr gəlir, Türkiyədən birdən, onsuz da Türkiyədə bizdən gözəl bilirlər o gürcü dilini. Bugün Tiflisdə yaşayanlar, onlar bizdən daha tez öyrəndilər gürcü dilini buraya gələndə. Amma milli kimliyi, dilimizi, din öz yerində, din qalır, dinə qarışmırlar. Dilimizi, mədəniyyətimizi, folklorumuzu ondan böyük təhlükə ola bilməz. Bax, bunun çalışmaq lazımdır ki, bunu biz saxlaya bilək.